Peyğəmbərin dövründə var idi. Bir fəqir kasıb idi. Hər gün məsciddə dua eləyirdi, namaz qılırdı. Bunu günlərin birində danışmışdım mən. Namaz qılır, ibadət edir. Allah Rəsul deyir ki, sənin işin peşən yoxdur, elə gəlmirsən məsciddən namaz qılırsan. Dedi, vəziyyətin pisdir. Allah Rəsulu ona dua elədi, ona bir yol göstərdi. O böyük sərvət sahibi oldu. Çox böyük imkan sahibi oldu. Xumus məsələsi, ayəsi gələndə Allah Rəsulü sahabələr dedi, gedin o adama deyin ki, xumus versin. Kimlərə o İslamda bir xumus bölgüsü var, zəkat bölgüsü var. Gəlib bu adama çatanda gördülər ki, bu adam tam namazdan uzaq. Dedi ki, Peyğəmbərin mənlə bənim şərikliyi var idi. Subhanallah. Allah üçün məsciddən əl çəkmir deyə. Məqama çatanda Allah yaddan çıxır. Adamlar var, dua edirlər. Elə ki, istəklərinə çatdılar, dua bitdi. Bu müminin sevgisi olmaz. Hamısı Allah sevgisine tabi olmalıdır. Mal da Allah sevgisine, dünya da Allah sevgisine, məqam da Allah sevgisine, insan özü varlıq olaraq Allah sevgisine tabi olmalıdır.